Ermənistanda baş verən bu toqquşma bir neçə parametrlərlə biz bunu izah edə bilərik. Bu, bir, siyasi nöqteyi nəzərdən, iki, hüquqi nöqteyi nəzərdən, üç, ideoloji nöqteyi nəzərdən biz bu məsələyə münasibət bildirməliyik. Bunun siyasi tərəfi ondan ibarətdir ki, regionla bağlı marağı olan güclər Ermənistan vasitəsilə regiona öz maraqlarını təmin etməyə çalışırlar. Ermənistanın daxili siyasi arxitekturasında da vahid yekcins bir siyasi sistem olmadığına görə burada erməni kilsəsi, diaspora, o cümlədən erməni toplumu, müəyyən Rusiya bağlı erməni siyasi elitası və mövcud hakimiyyət kimi ayrı-ayrı qruplar olduğu üçün burada bir siyasi toqquşma baş verir. Və regionla marağı olan digər kənar güclər də bunun üzərindən Ermənistanda siyasi maraqlarını həyata keçirməyə çalışır. Yaxınlaşmaqda olan 2026-cı il Ermənistanda parlament seçkiləri, biz nəzərə alaq ki, Ermənistan parlament respublika olduğu üçün parlament seçkiləri həm də hökumətin dəyişməsinə səbəb ola bilər. Bu baxımdan həm daxildə, həm bu daxildəki güclərdən istifadə edərək regionda maraq olan güclər siyasi mübarizəyə çalışıblar. Hal-hazırda keşişlə bağlı Baqrat Qalstanyan və daha irəli gedərək ikinci Qareginlə bağlı məsələlərin üzə çıxması, həm hökumət tərəfindən onlara edilən hücum, həm onlar tərəfindən siyasi təşkilatlanma və səslənən bəyanatlar seçkiyə yaxın mübarizənin daha da kəskinləşdiyini göstərir. Çünki burada hər iki fərqli qütbün və bunları dəstəkləyən xarici qüvvələrin seçkilər onlar üçün həlledici bir məqamdır. Bunun hüquqi tərəfləri də mövcuddur. Hüquqi tərəfləri ondan ibarətdir ki, Ermənistan dövlət olaraq dünyəvi dövlət deyil. Misal üçün, Azərbaycan dünyəvi dövləti din dövlətdən ayrıdır. Avropa ölkələri, Amerika və s. nümunələr çəkə bilər. Ermənistan isə bir dinin hakim olduğu dövlətdir. Ermənistan konstitusiyasının 2025-ci ildə qəbul olunmuş konstitusiyasının 18-ci maddəsinə əsasən Ermənistan kilsəsinə konstitusion status verilir. Bu isə o deməkdir ki, Ermənistan kilsəsinə dövlət tərəfindən digər dini qruplardan fərqli bir status verilir. Və Ermənistan kilsəsi dövlətin təhsil sahəsinə birbaşa müdaxilə edə bilir, ordu məsələlərinə, yəni ideoloji əsaslanan daha çox müdaxilə edə bilir, milli mənəvi məsələlər. Yəni, Ermənistan kilsəsi dini mərkəz olmaqdan daha çox ictimai və siyasi mərkəzdir. Erməni adı da belə gedir. Erməni apostol kilsəsi erməni xalqının milli siyasi mərkəzidir. Və hal-hazırda baş verən mübarizə, bax bu iki aspektdən irəli gələrək deyə bilərik ki, Ermənistanda həm dövlətçilik, həm ideoloji, həm də hüquqi bir toqquşmadır. Bu nə ilə nəticələnəcək, necə olacaq, bunu zaman göstərəcək.